Bu videoda ticarət modulu və eyni zamanda ticari əməliyyatlar haqqında ətraflı məlumat bölüşəcəm. Ticarət moduluna daxil olduqda açılan pəncərədə ilk öncə bizi əməliyyatlar bölməsi qarşılayır. Əməliyyatlar bölməsi məhsullarla bağlı aparılmış əməliyyatların icrası üçün, eyni zamanda aparılmış əməliyyatların siyahısını da görə biləcəyik. Əməliyyatlara keçməzdən öncə digər başlıqlar haqqında qısaca məlumat bölüşəcəm, amma bu başlıqların hər birinin özünün ayrıca video materialları mövcuddur. Daha detallı və daha ətraflı məlumata video materiallardan izləyə biləcəksiniz. Təkliflər bölməsi qarşı tərəflərin, müştərilərin verdiyi sifarişlər və yaxud bizim qarşı tərəflərə göndərdiyimiz təklif sənədlərinin hazırlanması, daha sonra onların izlənməsi üçün nəzərdə tutulub. Eyni zamanda təchizatçılara sifariş sənədlərinin hazırlanması üçün istifadə oluna bilər. Müqavilələr bölməsi alış-satış istiqamətində müqavilə sənədlərinin formalaşdırılması, müqavilə üzrə əməliyyatların izlənilməsi və hesabatlıq üçün nəzərdə tutulub. İstehsalat bölməsi isə emal prosesi üçün, məhsul hazırlanması prosesi üçün istifadə olunur. İstehsalatla bağlı ayrıca video material mövcuddur. Ətraflı həmin video materialdan baxa bilərsiniz. Hesabatlar bölməsi isə ticari əməliyyatların hesabatları nəzərdə tutulur. Əməliyyat icrası həyata keçirdikdən sonra hesabatlar bölməsi nəzərdən keçiriləcək. İlk öncə əməliyyatlar. Ticari əməliyyatları həyata keçirmək üçün əməliyyatlar bölməsində sağ tərəfdə yeni əməliyyatlar daxil olacaq. Açılan pəncərədə yuxarıdakı bölmədə ticari əməliyyatlar sıralanıb. İlk öncə satış əməliyyatı. Satış əməliyyatının həyata keçirilə bilməsi üçün satacağımız materialların, məhsulların adlarının sistemdə və eyni zamanda miqdarlarının ambarda mövcud olması gərəklidir. Ona görə ilk öncə alış əməliyyatından start edək. Alış əməliyyatı sadə bir əməliyyatdır. İlk öncə tarix təyin edəcəyik, alış nə zaman olub. Əgər Azərbaycan daxilində alış zamanı ölkə daxilində AZN valyutasından istifadə olunur, amma valyutanın dəyişdirilməsi də mümkündür. Qarşı tərəf təyin edəcəyik, hansı təchizatçıdan məhsullar alırıq. Bu təchizatçıların adları isə əlaqələr bölməsində qeyd etdiyimiz adlardan formalaşır. Əlaqələr bölməsində video material mövcuddur. Daha ətraflı oradan izləyə bilərsiniz. Əlaqələr bölməsində qarşı tərəf məhsulu kimdən alacaq? Əgər təchizatçının adı mövcuddursa, buradan seçim edəcəyik. Əgər təchizatçının adı mövcud deyilsə, əlaqələr bölməsindən də artıra bilərik və yaxud buradakı əlaqə əlavə et qısa yolundan istifadə edib qarşı tərəfin təchizatçının adını buradan sistemə tanıda bilərik. Qarşı tərəfin adını seçdikdən sonra menecer bölməsində əməliyyatı sistemə daxil edən menecerin adı düşəcək, amma eyni zamanda dəyişdirilə də bilər. Əgər bu alış müqavilə əsasındadırsa, müqaviləsi təyin oluna bilər. Eyni zamanda əgər bu alış əməliyyatında bir vasitəçi iştirak edibsə, agent qaynasından onun adı seçilə bilər. Təbii ki, zəruri deyil. Ən əsas məsələlərdən biri ambar bölməsidir. Alış edilir və alacağımız məhsullar hansı ambara düşəcək? Ambar seçilir. Tək olduğu təqdirdə avtomatik seçilir. Əgər birdən çox ambar varsa, sırasında burada ambarları görəcəyik. Qarşı tərəf ambar seçdikdən sonra məhsul axtar bölməsindən və yaxud məhsulların barkodu varsa skan edərək və yaxud kataloqdan seç düyməsindən siyahı üzrə məhsulları seçərək qaymaya əlavə edəcək. Mən hal-hazırda məhsul axtar bölməsindən istifadə edəcəm. Məhsulun adını qeyd etdikdə müəyyən bir hissəsindən 3 hərfini yazdıqda məhsulun adı axtarışa çıxacaq. Üzərinə kliklədikdə siyahıya düşəcək və məhsulun qiymət və sayını qeyd edəcək. Məhsulun qiymət xanasında əgər hər hansı bir rəqəm görürsə, bu məhsulun daha öncə bir dəfə, ən azından bir dəfə alınmış olduğu alınmış olduğu üçün bu qiymət düşür. Yəni bir öncəki partiyanın qiymətini sistem burada bizə göstərir. Müqayisə etmə imkanı vermək üçün məlumat məqsədli bölüşür. Yəni daha öncəki partiyada 187 manata bu məhsul alınıb. Bu partiyada fərqli qiymətə alınmış ola bilər. Qiymət yazacaq və sayt təyin edəcək. Neçə məhsul almaq istəyir. Eyni zamanda məlumat məqsədli burada ambarımızda o məhsulda neçə ədəd olduğu məlumatını da göstərəcək. Əgər birdən çox məhsul alacaqsa, o zaman digər məhsulları da axtarış verib sırasıyla alış qayməsinə əlavə edə bilərik şərti olaraq. Məhsulların say qiymətlərini yazdıqdan sonra hər bir məhsulun özünün toplam miqdarı, eyni zamanda qaymənin toplamı formalaşacaq. Əgər məhsulların alışı zamanı təchizatçı bizə endirim tətbiq edibsə, o zaman endirim xanasından faiz olaraq və yaxud məbləğ olaraq yazmaq mümkündür. Əgər hər bir məhsulun özünə ayrıca endirim tətbiq etmək istəsə, yəni bu qaymənin toplamına endirim tətbiq etmək üçündür. Hər birinin özünə ayrıca endirim tətbiq etmək istəsə, o zaman kataloqdan seç düyməsinin yanındakı cədvəl tənzimləmələrini açaraq endirim faiz və yaxud endirim xanalarını aktivləşdirə bilərik. Hətta lazım olsa
seçib qabağa gətirə bilərik. Say və qiymət yazıldıqdan sonra sistem burada bizə endirim faizini və yaxud qiymətini yazma imkanı verəcək. Şərt olaraq 10%lik birinci məhsula endirim vermək istəsək, bu şəkildə hər məhsulumuzun qarşısından endirimini qeyd edə bilərik. Beləliklə, yekun 2500 manatlıq bir qayma formalaşıb. Birinci məhsula 10% endirim verdiyimizə görə 100 manatlıq endirimə qarşılıq gəlir. Ümumi qaymanın isə 4%-nə qarşılıq gəlir. 2400 manatlıq bir alış edirik. Əgər bu alış rəsmi alışdırsa, elektron qayma ilə alış olunubsa, yəni ƏDV də hesablanacaqsa, ƏDV-ni aktivləşdiririk. Əgər ƏDV olmayacaqsa, nəqd alışdırsa, o zaman ƏDV-ni söndürəcək. Ödəniş et düyməsi aktiv olduğu təqdirdə biz bu məhsulu aldığımız zaman formalaşan borcun ödənişini birbaşa alış qaymasının daxilində etmə imkanı verəcək. Əgər ödəniş etməmişiksə, bu alışa görə sonradan ödəniş edəcəksə, hissə qalacaqsa, o zaman ödəniş düyməsini söndürəcək və sadəcə təsdiqləyəcək. Təsdiq və növbəti keçid düyməsi isə ardından başqa bir əməliyyat aparmaq istəsək, o zaman təsdiq növbəti keçid düyməsindən istifadə edəcək. Həmin alış qayması təsdiqlənəcək və əməliyyat bölməsində sistem qalacaq. Ardından başqa əməliyyatlara keçirdə bilərik. Alışımızı həyata keçirdikdən sonra satış əməliyyatına keçid edirik. Satış əməliyyatı da sadə bir əməliyyat, yenə də tarix və valyuta seçilə bilir. Qarşı tərəf müştərilərin adlarını seçəcək, kimə satış edirik və ambar, məhsul hansı ambardan çıxacaq. Alışda olduğu kimi müqavilə, eyni zamanda müqavilənin əlavəsi seçilə bilər. Menecer, avtomatik əməliyyat icra edən menecerin adı düşəcək. Eyni zamanda burada da agent, yəni vasitəçi, aradakı şəxs, makler seçilə bilər, əgər varsa. Qarşı tərəf və ambarı seçdikdən sonra satacağımız məhsulun adını yenə də məhsul adını axtarış verərək və yaxud barkodu varsa, seriya nömrəsi varsa skan edərək və yaxud digər seçimlərdən, misal üçün qayma üzrə məhsul seç düyməsindən istifadə edə bilərik. Məhsulların ambara daxil olduğu sənədləri sistem bizə göstərəcək. Bayaq aldığımız alış qaymasındakı məhsullar satılacaqsa, spesifik həmin qaymanı, həmin partiyanı seçərək də satışa göndərə bilərik. Buradakı məhsul siyahısı üzrə seç düyməsi isə ambarda mövcud olan məhsulların siyahısını bizə verəcək və bu siyahıdan istədiyimiz məhsullardan şərti olaraq bu formada say yazaraq və yaxud plus, minus işarələrindən istifadə edərək saylar əlavə edə bilərik. Bu formada təsdiqləsək, seçdiyimiz məhsullar satış qaymasına düşəcək. Bəzi məhsulların satış qiymətlərini öncədən təyin etdiyimiz məhsulların qiymətləri avtomatik düşəcək. Əgər satış qiyməti təyin etmədiyimiz bir məhsul əlavə etmişiksə, o zaman satış qiymətini manual şəkildə qeyd edəcək. Yenə də eyni şəkildə qiymət və sayı daxil edəcək. Burada da yenə də endirim faizi hər bir məhsulun özünə harca endirim tətbiq etmək olar və yaxud yekun qaymanın özünə də endirim tətbiq oluna bilər. Son qiymət xanasında əgər bu satış ƏDV-siz satışdırsa, yəni nəqd alınıb və nəqd şəkildə satılacaqsa, o zaman ƏDV-siz sözü seçiləcək və bu formada təsdiqləyəcək. Əgər bu yazılmış qiymətlərin üzərinə ƏDV də əlavə olunmalıdırsa, o zaman ƏDV daxil sözünü seçəcək. Beləliklə, sistem yazmış olduğumuz qiymətlərin üzərinə ƏDV-sini də əlavə edib, yekun ƏDV-li qiymət formalaşdıracaq. Əgər bu yazacağımız qayma rəsmi elektron qayma şəklində yazılacaqsa, köçürməli satışdırsa, o zaman ƏDV-li sözünü seçəcək. Beləliklə, yazdığımız qiymətlər ƏDV-siz qiymətlər kimi təyin olunacaq. Eyni zamanda sistem bu qiymətin üzərinə ekstra əlavə ƏDV gələcək və beləliklə yekun qiyməti bölüşdürülmüş şəkildə, əsası ayrı, ƏDV-si ayrı şəkildə göstərəcək və beləliklə bizə imkan verəcək ki, əsas məbləği öz hesabımıza, bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına qəbul edə bilək. Şərt olaraq ƏDV-li satış edəndən sonra, əgər ödənişini də qəbul etmişiksə, adətən ƏDV-li satışlarda ödəniş satış zamanı edilmir, müəyyən bir müddət keçəndən sonra edilir. Amma şərti olaraq ödəniş qəbul etmişiksə, ödəniş qəbul etdirilməsi aktiv şəkildə öncə əsas məbləğin, burada əsas məbləğ göstərib, əsas məbləğdir, bu isə onun ƏDV-sidir. Əsas məbləği ƏDV-li satışlarda təbii olaraq bank hesabına qəbul edirik. Amma eyni zamanda onun vergisi, yəni ƏDV hissəsini də ƏDV depozit digər bölməsindən ƏDV depozit seçərək ayrı aralıqda qəbul etmə imkanı verir. Əgər biz burada ƏDV-li satış seçməmişsə, ƏDV daxil seçmişiksə, o zaman sistem əsas və ƏDV-ni ayırmır, ikisini bir yerdə göstərir və tək bir hesaba əsas plus ƏDV ikisi bir yerdə qarşı toplam məbləği hər hansı bir hesaba, ki adətən nəqd hesab olur, nəqd hesaba toplu şəkildə qəbul etmə imkanı verir.
Təbii ödənişin tamamı icra olunmayıbsa, o zaman müəyyən bir hissəsini qəbul edə bilir, geriyə qalan isə qalıq borc kimi qalacaq. Bu formada təsdiq edə bilər. Ola bilər ki, bəzən müştəri ödənişin bir hissəsini, nağd şəkildə bir hissəsini başqa bir üsulla icra etmək istəyə bilər. O zaman hesab əlavə düyməsindən istifadə edib əlavə bir dənə də sütunu artırıb ödənişin müəyyən bir hissəsini də başqa bir formada şərt olaraq kart üzərindən qəbul etmək olar. 500 nağd şəkildə 300 karta göndərmək üsulu ilə ödəniş eləyib, geri qalan 391 manat 80 qəpik isə borclu qalacaq. Bu formada təsdiq və yaxud təsdiq növbəti keçid düyməsindən istifadə edəcək. Satış həyata keçiriləndən sonra bu satışla bağlı satış icra ediləndən sonra bəzən müştərilərdən məhsulların geri alınması halları ola bilər. Geri alınma əməliyyatını həyata keçirmək üçün öncə qarşı tərəf seçəcək, məhsul kimdən geri alınacaq və ambar təyin edəcək ki, aldığımız məhsul geri qayıdıb hansı ambara düşsün. Və daha sonra məhsulun adını qeyd edəcək, hansı məhsulu müştəridən geri almaq istəyirik. Məhsul adını axtarış verdiyimiz təqdirdə o məhsuldan müştəri neçə ədəd satdığımız məlumat da görünəcək. Eyni zamanda qiymət xanasına satdığımız qiymət də avtomatik düşəcək. Geri alma etmək istədiyimiz təqdirdə ƏDV-ni söndürəcəyik. Toplam məbləğ, müştəriyə satılmış məbləğ burada görünəcək. Bu məbləğlə bağlı qərar verəcək. Bu 1180 manatını nə etmək istəyir? Əgər müştəri bu 1180 manatın ödənişini edibsə, indi isə məhsulu geri verir və pulunu istəyirsə, o zaman hesab seçib müştərinin pulunu seçdiyimiz hesabdan onun özünə geri qaytaracaq. Yox, əgər müştəri ödəniş etməyibsə, bizə borcu var isə də, o zaman pulu ona verməyəcək, əvəzləşdirəcək, müştərinin bizdəki borcuna yönləndirəcək. Borcu yönləndirmək üçün əvəzləşdirmə düyməsini aktivləşdirəcək. Aktivləşdirdikdən sonra qaymaq xanasının qarşısındakı 3 nöqtəyə daxil olacaq. Burada müştərinin bizə geriyə qalmış borcunu görəcək. Biz bayaq bu müştəriyə satış etdik. Müəyyən bir hissəsinin ödənişini etdik. Geriyə sadəcə 391 manatı qalıb. Məhsul geri verirsə müştəri bizə, o zaman geri verdiyi məhsulun 391 manatını onun bizə olan borcundan azaldıb, geriyə qalan 788 manat 20 qəpiyini isə hesabdan onun özünə pul şəklində yönləndirə bilərik. Əgər müştəri pulunu istəməsə, o zaman hesabımızdan ona pul verməyəcəyik. Geriyə qalan pulu, yəni 788 manat 20 qəpiyi yazaraq avansda müştərinin adını özümüzdə saxlaya bilərik. Belə müştərimizdə əlavə pul qalmış olacaq. Gələcəkdə əvəzinə başqa bir məhsul satıb, bizdə qalan pulunu onun borcuna yönləndirmə imkanımız olacaq. Bu formada təsdiq etdiyimiz təqdirdə geri alma əməliyyatı həyata keçirilmiş olacaq. Geri aldığımız məhsul qayıdıb ambara düşəcək. Eyni zamanda aşağıda seçdiyimiz ödəniş, əvəzləşdirmə və ya avans əməliyyatları da avtomatik icra edilmiş olacaq. Geri qaytarma əməliyyatı da yenə də bənzər şəkildə bu səfər biz özümüz təsisatçılardan aldığımız məhsulların onlara qaytarılmasını həyata keçirəcəyik. Geri alma əməliyyatı ilə struktur baxımından bənzərdirlər. Bu səfər biz qarşı tərəf olaraq təsisatçının adını seçəcəyik. Məhsul axtarış hissəsindən aldığımız məhsullardan geri qaytardıqlarımızı qeyd edəcəyik. Yenə də aşağıda eyni funksiyalar mövcuddur. Ödəniş edib almışdıqsa, o zaman pulu geri istəyəcək təsisatçıdan, pulu bizə geri ödəyəcək. Geri ödədiyi zaman pul hansı hesaba düşsün hesabımızı seçəcək. Əgər bizim ona borcumuz var idisə, yenə də əvəzləşdirmə düyməsini aktivləşdirib borcumuzdan çıxacağıq, geri qaytardığımız məhsulları və yaxud ödənişini etmişik, amma pulunu istəmirik. O zaman avans əməliyyatı ilə geri qaytardığımız məhsulun dəyərini, onlara verdiyimiz pulu və təsisatçının özünün balansında saxlayacaq ki, gələcəkdə başqa materiallar, məhsullar aldığımız zaman avansda qalan pul, öncədən ödədiyimiz pul borcun üzərindən çıxılsın. Geri qaytarma əməliyyatı və geri alma əməliyyatı eyni zamanda idxal alışı əməliyyatı. Bu idxal alışı əməliyyatı ilə bağlı alış əməliyyatına bənzəyir. Əməliyyatın icrası həyata keçirən zaman alışdan fərqli olaraq xaricdən gətirdiyimiz məhsullar üçün əlavə formalaşan xərcləri qeyd etmə imkanı verir və beləliklə sistem xaricdən gətirilmiş məhsulların, idxal olunmuş məhsulların maya dəyərini formalaşdırır. Alış əməliyyatında olduğu kimi yenə də qarşı tərəf seçəcəyik. Eyni zamanda xaricdən aldığımız məhsulları fərqli valyutada da təyin etmək mümkündür ya da konvertasiya edib məhsulların invoice qiymətlərini manatla da qeyd edə bilərik. Valyutamızı, qarşı tərəfi və aldığımız ambarı digər seçimlərdə olduğu kimi
seçdikdən sonra məhsullarımızı sistemə əlavə edəcəyik, qayma əlavə edəcəyik. Şərt olaraq bu iki məhsul alınacaq. Bu iki məhsulun qiymət xanasına onların invoice qiymətlərini qeyd edəcəyik və saylarını. Invoice-umuzu formalaşdırdıqdan sonra burada yaranan, formalaşan rəqəm bizim qarşı tərəfə ödəyəcəyimiz borcu təşkil edir. Eyni zamanda qayməni formalaşdırdıqdan sonra hesablar üzrə ödənişlər bölməsində əlavə xərclər, hesablar üzrə ödənişlər bölməsində artıq bu alışın həyata keçirilməsi üçün, idxalın həyata keçirilməsi üçün formalaşan xərcləri qeyd etməyə başlayacaq. Sağ tərəfdə kataloqdan seç düyməsinə daxil olub, öncə gömrük xərcləri seçəcəyik. Xərc adları bölməsindən şərti olaraq deyək ki, bəyannamə xərci əlavə edəcəyik. Bir neçə xərci eyni anda seçmək də mümkündür. Təsdiqlədiyimiz təqdirdə seçdiyimiz xərc maddəsi siyahıya düşəcək və biz bu xərci nə zaman icra etmişik, tarixini, hansı valyutada ödəniş olunub, valyutasını, ödəniş hansı hesabdan çıxıb, hesabımızı və məbləği nə qədər ödəniş etmişik qeyd edəcəyik. Seçdiyimiz hesabın balansında seçdiyimiz tarixdə nə qədər vəsait olduğunu görmək üçün informasiya düyməsindən istifadə edə bilərik. Şərt olaraq 7000 məhsul almışıq, 5500 manatda əlavə xərcimiz çıxıb, bu şəkildə qeyd edəcəyik. Bu, bizim hesabımızdan birbaşa ödəniş edildiyi hallarda keçərlidir. Əgər ödənişin etmədiyimiz bir xərc formalaşıbsa, şərt olaraq gömrükdə brokerin xidmətindən istifadə etmişik və broker xidmət qayməsi kəsib, amma biz hələ onun ödənişini etməmişik. Belə olduğu təqdirdə alış əməliyyatı ilə brokerdən xidmət alışını öncə həyata keçirdəcəyik. Xidmət qayməsi formalaşacaq. Daha sonra həmin xidmət qayməsini qaymə üzrə ödənişlər bölməsindən sağ tərəfdəki qaymə əlavə düyməsindən istifadə edib axtarış verib taparaq, burada indi xidmət qayməsi, siz qarşı tərəfin adına axtarış verəndə burada xidmət qaymələri çıxacaq və həmin xidmət qaymələrindən hansı bu idxal alışı ilə bağlıdır seçərək təsdiqləyə bilərsiniz. Beləliklə ödənişini etməmiş olsanız da, yəni qaymənin statusu açıq olsa belə, həmin qaymənin dəyərini məhsullarınızın maya dəyəri kimi göstərə bilirsiniz. Sənədsiz ödənişlər bölməsi isə o zaman istifadə olunur ki, bu ödəniş üsulu ilə icra olunmuş əməliyyat şirkətin hesablarına təsir göstərməsin istədikdə icra olunacaq. Yəni, bəzən ola bilir ki, sahibkar öz içindən şəxs vəsaiti hesabına hardasa müəyyən ödənişlər həyata keçirdi və bu şirkətin hesablarından çıxmayan pul vəsaitidir. Belə olduğu təqdirdə sənədsiz ödənişlər bölməsindən qeyd oluna bilir. Manual şəkildə qeyd edəcək. Əlavə edən zaman sistem bu pulun hardan ödənildiyini, mənbəyinin nə olduğunu soruşmayacaq. Sadəcə qeyd olunmuş vəsait alınan məhsulların maya qiymətini artıracaq. Yekunda sistem maya qiymətini formalaşdırmaq üçün vahidin qiyməti, əlavə çəkilmiş xərcləri proporsional bölgü ilə alınan məhsulların vahidin maya qiymətinin üzərinə əlavə edəcək və yekun maya qiymətini formalaşdıracaq. Ən sonda isə ƏDV bölməsində bu məhsulların alışına görə əgər ƏDV dəyişikliyi etmişiksə, qarşı tərəf olaraq gömrük şirkətin adı, gömrüyün adı seçiləcək, gömrük orqanının adı seçiləcək. Və gömrük sənədində hesablanmış, hazır şəkildə olan həmin o gömrük ödənişinin məbləği qeyd olunacaq. Burada sistem dəstək məqsədli ümumi məbləğin 18%-ni hesablanmasını aparır, amma gömrük orqanının hesablanması fərqli rəqəmdə ola bilər. Bura normal şəkildə hesablanmış məbləğ qeyd edəcək. Bu formada təsdiqlədiyimiz təqdirdə idxal alış əməliyyatı həyata keçirilmiş olacaq və məhsullar formalaşmış maya dəyərli anbarımıza əlavə olunacaq. İcra etdiyimiz əməliyyatların da siyahısını burada izləmə imkanımız olacaq. Növbəti əməliyyat çeşidi transfer əməliyyatıdır. Transfer əməliyyatı anbarlar arasında məhsulların yer dəyişməsi üçün istifadə olunacaq. Öncə hardan çıxacaq məhsul və daha sonra haraya gedəcək. Çıxan və qəbul edən anbarları seçirik. Daha sonra məhsullarımızın adlarını axtarış verərək əlavə edə bilərik, barkoddan skan edə bilərik və yaxud digər düymələrdən istifadə edib məhsulları şəkildə əlavə edəcək və sadəcə saylarını qeyd edəcək. Məhsuldan anbarımızda 18 ədəd olduğunu göstərir. Şərt olaraq 5 dənəsini göndərmək istəyirsə yazıb təsdiqləməyimiz kifayət edəcək. Məhsul yerini dəyişdirəcək. Silinmə əməliyyatı, anbardan məhsulların silinməsi bir neçə məqsədlə mümkündür.
Məqsədlərdən biri məhsul, mal, material istehsalatda istifadə olunması, yəni yeni məhsulun hazırlanması üçün ambardan silinə bilər. Layihə tipli işlər həyata keçirilirsə, layihə üzrə, yəni müqavilə üzrə silinə bilər. Və yaxud məhsul yararsız hala düşdüyü üçün, artıq satışa gedə bilməyəcək hala düşdüyü üçün ambardan sadəcə çıxış edilməsi üçün silinə bilər. Götürüb istifadə etmiş ola bilərik, bu məqsədlə silinə bilər və s. Silinmə əməliyyatını icra edən zaman yenə də tarix menecer avtomatik düşəcək, ambar seçəcək, məhsul haradan götürülsün və xərc mərkəzi növünü təyin edəcək. Əgər xərc mərkəzi növü baş ofis seçilirsə, bu deməkdir ki, götürdüyümüz mal materialın dəyəri şirkətin ümumi xərc hesabatına düşəcək. Əgər istəsək ki, şirkətin ümumi xərcinə düşməsin, hansısa bir istehsal sənədindəki hazırlanan məhsulun mayesine düşsün, o zaman istehsalat seçəcək. Sistem burada istehsal sənədlərini bizə göstərəcək, hansı sənəd üçün sərfiyyat kimi gedibsə onu seçəcək və qarşısına da həmin istehsalat sənədinin içindəki məhsulların siyahısı olacaq. Hansı bir məhsul üzərinə götürülən məhsulları göndərmək mümkündür. Sistemdə müqavilə formalaşdırıldığı təqdirdə burada başlıqların içində eyni zamanda müqavilə bölməsi də görünəcək. Yəni hansısa layihənin işi üçün də sərfiyyat kimi silinmə həyata keçirilə bilər. Qaymə seçildikdə isə silinən məhsul hansısa bir satış qayməsinə bağlanması mümkündür. Şərti olaraq satış etmişik və bu satış qayməsinə əlavə etmədiyimiz, amma müştəriyə hədiyyə olaraq təqdim etmək istədiyimiz bir məhsul var. O zaman silinmə əməliyyatı ilə qaymə seçib, buradan da satış qaymələrindən hər hansı birini seçib, ambardan məhsulu həmin satış qayməsinin üzərinə bağlamaq mümkündür. Seçimlərimizi etdikdən sonra sadəcə məhsulun adı daxil ediləcək və sadəcə sayı qeyd olunub təsdiqlənəcək. Beləliklə, məhsul ambardan silinəcək və xərc mərkəzi arazisi oranın xərci kimi görünməyə başlayacaq. Sonuncu, artırma və eyni zamanda azaltma əməliyyatları ambar sayımı prosesi ilə bağlı əməliyyatlardır. Ambar sayımı əməliyyatından bağlı ayrıca video materialı mövcuddur. Oradan daha ətraflı baxa bilərsiniz. Ambar sayımı həyata keçirən zaman artıqları, əskikləri sistem müəyyənləşdirir və bu artıq və əskiklərin korreksiya edərək ambarda sayılarının düzəliş həyata keçirilir. Korreksiya prosesi zamanı artırma və azaltma sənədlərini sistem özü avtomatik formalaşdırır. Amma əgər ambar sayımı icra olunub korreksiya edilməyibsə, o zaman korreksiya edilməsi üçün ambar sayımı əməliyyatının özündən də istifadə edilə bilər. Eyni zamanda artırma və yaxud azalma sənədlərinə, əməliyyatlarına daxil olub, buradan sayım sənədini seçərək, həmin sayım sənədin içindəki məhsulların artırılmasını və yaxud azaldılmasını, yəni korreksiya olunmasını ələ keçirmək mümkündür. Sayım sənədi seçmədiyimiz təqdirdə, sayım sənədi seçmədən manual şəkildə bir və yaxud bir neçə məhsulun ambardakı qalıq miqdarına düzəliş və yaxud dəyişiklik etmək üçün də ambarda artırma və azaltma əməliyyatlarından istifadə oluna bilər. Təbii, mütləq nəzərə almaq lazımdır ki, artırma və azaltma əməliyyatları icra olunan zaman mütləq şəkildə bu əməliyyatların icrası üçün səlahiyyətli şəxsin məlumatlı olması gərəklidir. Ümumiyyətlə, bu əməliyyatlar, artırma azaltma əməliyyatları yalnız ambardan məsul şəxslər tərəfindən icra olunmalı olan əməliyyatlardır. Artırma əməliyyatını icra etmək üçün məhsulun adı yenə də qaymaya əlavə olunur. Məhsul adı əlavə edildikdən sonra say təyin edəcək. Ambara neçə məhsul düşməlidir, amma eyni zamanda qiymət təyin edəcək. Bu ambara əlavə olunacaq məhsullar hansı maya qiyməti ilə ambara düşsün. Maya qiymətini yazdıqdan sonra təsdiqləyəcək və bu maya qiyməti ilə təyin etdiyimiz sayda məhsullar ambara düşəcəklər. Azaltma əməliyyatında isə yenə də bənzər seçimlər ediləcək. Hardan məhsul azaldılacaq məhsul hansılar olacaq, seçəcəyik. Burada isə sadəcə say qeyd etməyimiz kifayət edəcək. Nə qədər məhsul ambardan azaldılmalı şəklində və təsdiqlənəcək. Əgər azaldacağımız məhsul mənfəət zərər hesabatında öz əksini tapmalıdırsa, yəni xərc kimi nəzərə alınmalıdırsa, o zaman bu düyməni aktivləşdirdikdən sonra təsdiqləyəcək. Yox, əgər məqsədimiz ambardakı sayılar daha öncədən qalıq məlumat olaraq yanlış daxil edilib, məqsədimiz sadəcə düzəltmək məqsədi ilə ambardakı məhsulların sayılarını korreksiya etmək məqsədi ilə icra ediriksə, o zaman mənfəət zərər hesabatını göstərmədən sayı yazıb təsdiq edəcək. Sonuncu hesabatlar bölməsində ticari əməliyyatları icra edəndən sonra məhsulların hərəkəti ilə bağlı dövriyyət hesabatı formalaşır. Bu dövriyyət hesabatı müxtəlif tarix intervalında izlənə biləcək bir hesabatdır. İntervalı seçdikdən sonra bu tarix aralığında məhsullardan hansı məhsuldan seçilmiş dövrün əvvəlinə
nə qədər var idi, seçilmiş dövr ərzində nə qədər daxil olma, yəni ambara giriş olub, xaric olma, yəni çıxış olub və yaxud bu çıxışın silinmə və yaxud azalma olması ilə bağlı da ayrıca bir sütun mövcuddur. Yəni xaric olma 3 ədəddir və bu xaric olmanın silinmə və yaxud azalma ilə getməyib, satış və yaxud digər əməliyyatlarla getdiyini ifadə edir. Misal üçün, bu məhsuldan 10 ədəd xaric olma var. Bu 10 ədəd xaric olmanın 5 dənəsi silinmə üçündür. Yəni, hansısa istehsalat əməliyyatına sərfiyyat kimi icra olunmuş əməliyyatı göstərmək üçündür. Hansı əməliyyatların icra olunduğunu görmək üçün, yəni bu sayların hansı qaymələrdən, hansı sənədlərdən formalaşdığını görmək üçün məhsulların adlarının qarşısındakı ətraflı baxış düyməsinə daxil olacaq. Yuxarıda açılan başlıqlarda daxil olma bölməsində məhsul hansı tarixdə, hardan və hansı sənədlə neçə ədəd daxil olub və toplam məbləği nədir? Daxil olma sənədlərini, xaric olmada isə hansı sənədlərlə, hansı tarixdə, nə üçün və neçə dənə istifadə olunub şəklində məlumatları göstərəcək. Satışlar bölməsi satışların məhsullar üzrə satış hesabatıdır. Məhsullar üzrə satış hesabatı dedikdə nəzərdə tutulur hər bir məhsuldan toplam nə qədər satılıb, eyni zamanda vahidi neçə olub, toplamı neçə olub, bu məhsulların mayası, marjası, mənfəəti neçə olub, nə zaman satılıb, hansı qaymə üzrə satılıb, kimə satılıb, kim satıb və s. şəklində hər hansı bir məhsulun satışla bağlı olan bütün məlumatların izlənməsini buradan həyata keçirilməsi mümkündür. Eyni zamanda ekranda sistemin bizə göstərdiyi məlumatların da ardıcıllığını, sıralamasını yenə də cədvəl tənzimləmələrindən istifadə edib özünüzə uyğunlaşdıra bilərsiniz. Satış hesabatında hansı məlumatlar, hansı ardıcıllıqlar görünsün. Alış hesabatı da satış hesabatına bənzər şəkildə bu səfər hansı məhsullardan, nə zaman, kimdən, neçə ədəd alınıb, endirim verilib yoxsa yox, endirimdən sonraki qiymət neçə olub və s. şəklində bir məhsulun alışı ilə bağlı olan bütün məlumatların burada sıralaması ilə izləyə bilərik. Eyni zamanda alış, satış və dövrə hesabatında sol tərəfdə filtrlər bölməsindən də istifadə edib spesifik alış, satış və yaxud dövrə hesabatları formalaşdırılmaq da mümkündür. Belə, ticarətlə bağlı mövzu bu qədər. Sonraki videolarda təkliflər, müqavilələr və istehsalatla bağlı mövzuların da ətraflı video materialları mövcuddur. Oradan bu mövzuları ətraflı nəzərdən keçirə bilərsiniz.